6 binadan ibarət yaşayış kompleksinin tikintisinə başlanılıb. Layihə xarici memarlıq üslubunda hazırlanacaq. Sakinlər üçün komfortlu, təhlükəsiz və yüksək standartlara cavab veriləcək şəkildə inşa olunacaq. Layihə eyni zamanda Naxçıvanın şəhər simasını yeniləyəcək və bölgəyə əlavə sosial-iqtisadi dəyər qatacaq. Layihəmiz Naxçıvan Muxtar Respublikasında həyata keçirilən sosial-iqtisadi inkişaf siyasətinə uyğun olaraq reallaşdırılır. Yaşayış kompleksimiz 9 bala qədər zəlzələyə davamlılıq səviyyəsinə malik olacaq və tikinti prosesi bu cür deyim, beynəlxalq seysmik təhlükəsizlik normalarına tam uyğun şəkildə aparılacaqdır. İstifadə olunan materiallar beynəlxalq standartlara uyğun materiallar olacaq. Texnologiya davamlılığı, təhlükəsizlik və uzun ömürlük baxımından yüksək keyfiyyət standartlarına cavab verəcəkdir. Layihə çərçivəsində şəhərin əsas prospektlərində köhnə və qəzalı vəziyyətdə olan binalar sökülərək yerində müasir yaşayış kompleksləri inşa ediləcək. Layihəmiz Naxçıvan şəhər Heydər Əliyev prospekti, Atatürk prospekti və Afəddin Cəlilov küçələrini əhatə edir. Layihənin çərçivəsində mövcud bina sakinləri yeni və komfortlu mənzillərlə təmin olunacaqdır. Kompleksin ümumi sahəsi 244 min kvadrat metrdir. Burada 50 min kvadrat metr tikinti sahəsi, 180 min kvadrat metr yaşıllıq ərazisi və 2 mərtəbəli yeraltı avtodayanacaq nəzərdə tutulub. Bu isə həm sakinlərin, həm də ziyarətçilərin rahatlığını təmin edəcək. Kompleksimizdə məşhur brendlərin satış mərkəzləri, idman zalları, laboratoriya, uşaq bağçası, uşaq əyləncə mərkəzləri, tədris kursları, diş klinikası və eyni zamanda üzgüçülük havuzu fəaliyyət göstərəcəkdir. Layihəmiz həmçinin xarici investorların da maraq dairəsində yer alır. Naxçıvanın artan iqtisadi potensialı, yaradılan əlverişli investisiya mühiti və dövlət dəstəyi xarici tərəfdaşların bölgəyə olan inamını artırır. Bu etimad nəticəsində bizim növbəti mərhələlərdə və gələcək layihələrimizdə xarici investorlarla birlikdə əməkdaşlıq və böyük həcmli investisiyaların qoyuluşu nəzərdə tutulur. Hazırda ərazidə təməl qazma işləri və torpaq daşınması işləri həyata keçirilir. Qeyd edək ki, binalar 6 və 8 mərtəbədən ibarət olacaq və görülən işlərin 18 ay müddətində yekunlaşdırılması planlaşdırılır. Bu layihə yalnız yeni binaların inşası deyil, Naxçıvanın iqtisadi və sosial inkişafına xidmət edən strateji addımdır. Yüzlərlə iş yeri, müasir infrastruktur, investisiya üçün cəlbedici mühit və rahat yaşayış. Bütün bunlar regionun gələcəyinə qoyulan real sərmayədir. Komplekslər Naxçıvanın memarlıq simasını yeniləməklə yanaşı, şəhər həyatına dinamika, iqtisadiyyatı isə davamlı inkişaf impulsu qazandırır. Samiq Nuriyev, xanım Rüstəmzadə, Rahib Babayev, NTV Xəbər.